Əlilliyi olan şəxslərin peşə bacarıqlarının nümayiş etdirilməsi məqsədi ilə bu dəfə də milli səviyyədə maraqlı bir yarış təşkil olundu. Azərbaycan Respublikası Milli Olimpiya Federasiyasının təşkilatçılığı, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Bakı Kulinariya Assosiasiyası dəstəyi ilə aşbazlıq və qənnatçılıq peşə sahələri üzrə Respublika Olimpiya çempionatı keçirildi. Bu çempionat həm bir peşə yarışı, həm də istedadın, əzmin və zəhmətin təntənəsi idi. Mətbəxə daxil olan bu gənclər yalnız ləzzətli yeməklər və şirniyyatlar hazırlamadılar, həm də öz hekayələrini, əzmlərini və bacarıqlarını sübut etdilər. Yarış boyu yaradıcı təqdimatlar, peşəkarlıq və yüksək keyfiyyətli işlər münsiflər heyətini heyran qoydu. Kulinariya üzrə əlimizdən gələn gücü, biliyi bu həssas qrupdan olan gənclərə dəstək oluruq və inkişaf elətdiririk. Şirniyyat, qaynatçılıq və kulinariya sahəsində yemək hazırlamasında hərəsindən 10 və ikisində də milli mətbəxə təamlarına üst tutmuşduq ki, bu milli mətbəximizi öyrənsinlər. Qalib gəlmiş iştirakçılar medal və diplomlarla təltif olunublar. Bu yarışda ilk dəfə iştirak etdim. Çempion oldum, məqsədi ölkəmizi dünyada uğurlara təmsil etməkdir. Qeyd edək ki, bu çempionatın keçirilməsində əsas məqsəd Azərbaycanı beynəlxalq yarışlarda, xüsusilə də 2027-ci ildə Finlandiyada keçiriləcək 11-ci beynəlxalq Olimpiya çempionatında təmsil edəcək milli komandanın formalaşdırılmasıdır.